Axşamınız xeyir olsun, hörmətli saz söz sevərlər, dəyərli dostlar və hər birinizə məlum olduğu kimi hər həftənin ikinci günü axşam saat 22:00-da Sazımın Səsi Saz yarışması sizin efiriniz qonağıdır və bu günləri burada məni yenə də tək buraxmayıb, bura mənim dəvətimi qəbul edib, bura gələn bizim xalqımızın hörmətli sənətkarları və sazımızın, sözümüzün, ozan aşıqlıq sənətimizin hər zaman qayğısına qalan gözəl sənətkarlarımız buradadır və təbii ki, yenə də hər zamanki kimi bizim bu günləri 3 duelçilərimiz var, 3 igidlərimiz var və onların hər birisi gələcəyimizi mən həmişə demişəm, burada olan 15 iştirakçılar ki var idi, onların hər birisi bizim gələcəkdə Allah qoysa, Allahın izni ilə, Allahın köməyi ilə aşıqlıq sənətinə öz tövhlərini verə biləcək bir, belə deyək, aşıqlar olacaqlar. Və bugün burada dəyərli